Və bir də migren ağrıları var. Migren ağrıları ilə bağlı doktor danışın. Çünki daha çox rejissorumuz deyir ki, cavab versin migrenlə bağlı, sonra ayrılaq. Demək, migren hər zaman deyir ki, insanların böyük bir faizinin narahat eləyir. Migren o demək ki, beyin qan dövranı həmin anda damarların sıxılması nəticəsində qan az gedir və təbii ki, oksigen az gedir. Son nəticədə ağrı əmələ gəlir. Və bu ağrılar da insanların ən çox görürsən bir tərəf boyundan tutur, gəlir gözünə vurur və yaxud da görürsən ki, o qədər şiddətli olur, görmə zəifləyir. Bəzən bir tərəfində halsızlıq, tutma zəifliyi yaranır. Ürək bulanma olur şiddətli, boyundan ağrılar güclü başlayanda və ürək bulanmadan başqa lap şiddətli ağrılarda qusma baş verir. Əsəblər gərgin olur, yaddaş pozulur, görmə zəifləyir. Bütün bu hallarda xüsusilə müğənnilərdə və sənət adamlarında səs küyün çoxluğundan güclü işığa, auralı migren deyilir. Güclü işığa həssas olurlar və ya güclü səsə həssas olurlar. Ağrı onda o zaman tutur. Bir də xanımlarda ən çox menstrual sikl önündə tutulur. Nə oldu ay doktor? Boğazım qıcıqlandı. Bağışlayın. Həmin anda tutur və bununla da ancaq bunun müalicəsi ilə dərmanla yoxdur və insanlarımız ən çox gəlirlər. Doktor Seyfəddin klinikasında baş ağrısından azad olmaq üçün təbii üsullarla müalicə olunurlar. Tamam.